Məsələ 8. M kvadrat minus N kvadrat bərabər 15 olarsa, M və N'i tapın, M, N daxildir N natural ədədlər çoxluğuna. Deməli, M kvadrat minus N kvadrat bərabərdir 15. Yaza bilərik bunu. M minus N vuraq M plus N bərabərdir 15'e. Və buradan iki hal ola bilər. Buradan çıxan iki hal ola bilər. Belə yazırıq. Birinci halda M minus N vuraq M plus N bərabərdir 1 vuraq 15'e. N natural ədəd olduğundan M gərək M minus N. M plus N, M minus N'dən böyük olduğundan buradan bu alına bilər. 1 vuraq 15. Yəni birinci 1'e, ikinci M plus N 15'e bərabər olur. Bir də ikinci alına bilər. M minus N vuraq M plus N bərabərdir 15'in yerine yaza bilərik. Bu kiçik olduğundan M minus N, M plus N'dən kiçik olduğundan 3 vuraq 5 yaza bilərik. Onda birinci halı həll eləsə, birinci halı buradan həll eləyirəm. M minus N bərabərdir vahidə, M plus N bərabərdir 15'e. Sistem təhlili kimi tərəf-tərəfə toplasaq, M plus M minus N bərabərdir vahidə, M plus N 15'e. 2M bərabərdir 16'ya, M bərabərdir 8'e. 8'i qoyduq yerinə ikinci tənlikdə alıram bərabərdir 15'e. M bərabərdir 7'ye. Və ikincidən alırıq M minus N bərabərdir 3'e. M plus N bərabərdir 5'e. Sistem tənlik kimi tərəf-tərəfə toplasaq 2M bərabərdir 8'e. M bərabərdir 4. N bərabərdir 5 çıxaq 4. Vahidə bərabərdir. Beləliklə bir cüt kök oldu 8, 7. İkinci cüt oldu 4, 1. Deməli, M 8, burada N 7, ikincidə M 4, N 1'e bərabər olur.